Deməli yoldaşlar, gəldik fəsil 7 Microsoft Word 2019 mətn prosesoru. Ümumiyyətlə burada 7.1 Office 2019 haqqında məlumat var. Mən istəyirəm ki, düzdür demişdik əslində əvvəl proqram təminatı mövzusunda, amma burada da bir üzərindən keçə bilərik. Yəni Office paketi ümumiyyətlə nə üçündür? Sənədlərlə iş, cədvəllər üzərində əməliyyat, təqdimatlar, məlumatların sistemləşdirilməsi, məktubların göndərilməsi və s. müəyyən əməliyyatları yerinə yetirən bir belə də paketdir, bir sistemdir. Office paketinə aid olan proqramlar haqqında bəzilərinə məlumat verilib. Yəni Microsoft Word nə üçündür? Mətnlərin redaksiyası və formatlaşdırılmasına imkan verir. Excel nə üçündür? Cədvəllərin yaradılması, düsturlar üzərində hesablamalar və s. Access nə üçündür? Böyük həcmli informasiyanı sistemli şəkildə saxlayır, axtarış aparır və s. PowerPoint nə üçündür? Təqdimatların yaradılması. Outlook nə üçündür? Elektron məktublaşma. Biz bunları əslində proqram təminatı mövzusunda demişdik adlarını, proqramlar. Yine eyni şeydir onsuz da. SharePoint, müəssisələrdə məlumat paylaşımı, idarə olunma və işlərin izlənilməsi ilə bağlı bir proqramdır. Növbəti projekt, layihələrin idarə olunması, yaradılması üçündür. Video məlumatları vizual şəkildə əks etdirmək üçün köməkçi olan bir proqramdır. Yəni bunları nəzəri formada yadda saxlayacaqsınız bu hissələri. Hələ ki. Gəldik 7.2 başlığına. Mətn redaktorları və onların əsas anlayışları. Ümumiyyətlə mətn redaktoru nədir? Yalnız mətnləri redaksiyasına imkan verir. Yəni sənədin görünüşünü dəyişdirmək olmaz, mümkün deyil. Bunları biz misal olaraq Notepad proqramı misal göstərə bilərik. Notepad, Write. Çünki Notepad proqramı demişdik ki, yadınızdasa simvolların ASCII kodlarını yadda saxlayır. Yəni burada hər hansısa bir görünüş dəyişdirmək yoxdur. Sadə bir proqram idi. Sadə mətn proqramı buydu Notepad. Bloknot rejimində işləyir. Və Notepaddə yaradılmış faylların uzantısı, yəni ad genişlənməsi .txt-dir, TXT. 5-ci bölmədə vardı bundan bağlı məlumat. Növbəti mətn prosesorları. Burada redaktə ilə yanaşı həm də formatlaşdırma var. Formatlaşdırma görünüşü dəyişdirmək deməkdir. Hansı ki, elə bu gün Word-ü keçəcək, orada görəcəksiniz. Bura aid olan proqramlar WordPad, Word-ün illərinə görə versiyaları, sonra Lexicon, AmiPro və s. kimi proqramları misal göstərə bilərik. WordPad-də yaradılmış faylların da ad genişlənməsi .rtf-dir ki, bu da yenə 5-ci bölməmizdə var idi. Orada qeyd olunmuşdu. Word-ün digər versiyalarının ad genişlənməsi .doc, 2007-2019-un ad genişlənməsi .docx. Yəni bu illər arasında olan hansı ki Word-ün digər versiyaları da var da. 2007, 2010, 2013, 2016, 19, nə bilim 20 və s. illərə görə dəyişir. Burada docx olub uzantı. Word şablonlarının ad genişlənməsi isə dot və ya .x kimi götürülür. Şablon nədir yoldaşlar? Şablon bu Word-də, mən bir dənə Word asıram. Bu hazır sənədlər olur, template, more templates vururam. Bunlarda olan, yəni bu faylların ad genişlənməsi dot və ya .x olur. Müəllim, dizayn da demək olar şablona. Hatta yəni tərtibatdır da onsuz. Yəni dizayn demək, yəni şablon da, yəni şablon nə deməkdir? Hazır sənəd. Onsuz da dizayn olunur da, o fərqli görünüşdədir. Dot və ya .x kimi götürülür, bunu dedik. İndi bir çox mətn prosesorları üçün, hansı ki Word, indi tək Word deyil, mətn prosesoru, Word, Lexicon, AmiPro və s. Bunlar üçün ümumi olan anlayışlar var. Yəni, demək olar ki, çoxunda var da bu mənada. Birinci simvol anlayışı gəlir. Simvol mətnin minimal elementidir. İkili kodlarla ifadə olunur. Simvol deyən əslində yəni hərf, rəqəm, adi boşluq, işarələr, bunların hamısı simvollarda yollaşır. Növbəti abzas, paragraf. Word proqramda abzas deyəndə abzasın sonu işarəsi, belə bir işarədir. Bundan qurtaran mətn fraqmenti başa düşülür. Hətta enter düyməsinin basılması ilə biz yeni abzasa keçə bilərik. Çünki enter bir növ yeni abzas yaradır. Mən də bunu Word sənədlərini görə bilərsiniz. Mən bir dənə sənəd açıram. Hazır sənəd, yəni içərisi dolu sənəd. İndi mən harada ki, tutaq ki, gələn bir müəyyən bir yerə. İndi bunlar abzaslardır. Enter vururam. Enter. İndi o işarə, abzas işarəsi burada var.
Bax, burada paragraf qrupunda de bu işarədir. Bax, vururam, görürsünüz. Hardakı enter vurursunuzsa bu işarə gəlir. Niyə? Çünki bu işarə abzası təyin eləyir. Abzası bildirir. Başa düşdünüz? Yadda saxlayın bunu. Növbəti nədən söhbət eləyəcəyik? Kalan titul, sərlövhə. Sərlövhə budur, bax, yoldaşlar. Səhifənin yuxarısında olur. Master NR1 Microsoft Word 2019 mətn prosesoru. Məsələn, sərlövhə həm səhifənin yuxarısında, həm də səhifənin aşağısında olur ki, məsələn, bizdə burada yalnız səhifə nömrəsidir. Hələ ki. Amma indi əlavə nəsə yaza bilərsiniz. O sizdən asılıdır. Sərlövhələrə. Sərlövhə, səhifə sərlövhələri bütün səhifələrdə təkrarlanır. Səhifə sərlövhələri səhifənin yuxarısında və aşağısında ola bilər. Aydın oldu. Onu da qeyd edeyim ki, sərlövhəyə həm də kalan titul deyirik, həm də header footer adlanır. Header footer'ı biz burada insert başlığı var ki, lent tabı. Burada header footer'dan əlavə eləyə bilirik. Yəni özümüz yenisini yaradımdır. Nələ ki yaratmır, amma bizə lazım deyil bu gün. Növbət dərsi inşallah keçəcək onların hamısını. Növbəti haşiyə var, şərh. Əsas mətndən xaricdə yerləşən və mətnin hər hansısa sözünə və ya cümləsinə verilən izahatdır. Şərh nədir? Comment. Məsələn, Word açmışam. Bax, burada da var. Tutaq ki, məsəl üçün seçirəm burada Unix. Üzərinə vururam, seçmirəm daha doğrusu. Comment insert'da vardı burada. Comment. Vururam. Yəni, izahatda nəsə yazıram. Nəsə yazıram ki, şərh deməkdir. Tutaq ki. Şərh. Aydın oldu. Kənarda qaldı bu qoydu. Heç bir rolu yoxdur. Kənarda qalır da, bildiniz. Yəni, comment də, yəni bildiyimiz comment. İzahat, şərh. Bu review tabında da var. Review'da burada silə də bilərsiniz. Delete elədim, getdi. Bu qayda görə bilərik. Hər hansısa sözə verilən izahatdır. Növbəti bölmə anlayışı var. Section. Bölmə sənədin ayrıca bir hissəsidir ki, burada səhifənin öz parametri və kalan titullarını təyin etmək olar. İndi bir şey var ki, yoldaşlar. Deməli, biz sənədi bölmələrə ayıranda, məsələn, birinci səhifə, əgər mən birinci səhifəni ayırıramsa, birinci səhifə növbəti səhifələrdən ayrılır. Və ya ikinci səhifəni də ayıra bilərik, üçü də və s. Bunlar adətən harada eləyirlər? Layoutda ən çox istifadə olunur. Bir ikisinin içində next page, continuous, bunlardan istifadə eləmək olar. Bunlar ən çox diplom işlərindən istifadə olunur ki, hansı ki, məsələn, birinci, ikinci səhifələrini nömrələməyib, növbəti səhifələrdən nömrələmə aparmaq olar. Ki, belə bir tələbkarlıq olur bəzən. Növbəti kadr anlayışı var. Kadr nə deməkdir? Mətin, şəkil və ya cədvəl yerləşdirmək üçün görünən və ya görünməyən bir çərçivə sayılır ki, bunu da belə nəzəri formada yadda saxlayın. Onsuz şəkillərdə görəcəksiniz o tipli şeyləri. Sərlövhə səhifə demək deyil. Sərlövhə bunlardır. Kalan titul. Master NR1, Microsoft. Məzmuna aid deyil. Əsas yazılara aid deyil. Əsas yazılardan kənarda yerləşəndir. Növbəti yoldaşlar, bir də belə bir şey var. İngiliscə yazılıb. What you see is what you get. Nə görürsənsə o da çap olunur. Rejim onu göstərir ki, redaktə olunmuş sənəd ekranda necə görünürsə, o cürdə çap olunur. Məsələn, sənəddir. İndi redaktör deməkdir. Məsələn, boşluqları falan silirəm. Əlavə nələrsə tənzimləyirəm. İndi Ctrl-P-ni vururam, yəni print. Yəni, sağda necə görünür? Belə də çap olunacaq. Yəni, adi bir şeydir. Burada fərqli bir şey yoxdur. Aydın oldu. Bu da oldu, deməli, bizdə 7.2 başlığı. Deməli, bu belə. Gəldim 7.3. 7.3'də artıq biz nə işləyəcəyik, yoldaşlar? Mətn prosesorunun Word 2019 mətn işə salınması, proqram pəncərəsi və onun komponentləri. Biz Word-ı necə belə deyək ki, aça bilərik? Bunun üçün yollar var. Əslən yollar deyəndə ki, zaten bu yollar burada var, onsuz. İndi özümüz də ya iş masasından gətirəcəyik, ekranda varsa. Aydındır, dolu sənəd kimi. Ya aşağıda piktoqramın üzərinə vuracağım, task barda. Ya qarşısına gətirə bilərəm. Yəni, Word-ı necə aça bilərəm bu yollarda. İndi bir dəfə vurdum, asıldı. Word belə asılır. İndi qulaq asın. Burada mən ya blank dokument eləyə bilərəm. Yəni, yeni bir səhifə kimi aça bilərəm. Ya da ki, şablon sənəd olaraq. Hətta burada sağda more templates var ki, daha çox templatelər burada görə bilərsiniz. Hazır
sənədlər. İndi bizim təbii ki, əsas işimiz nədən ibarətdir? Blank dokument. Yəni yeni bir səhifə açsın. İndi blank dokument eləyirəm. Belə bir səhifə açılır. Yəni Word-ün bu sənədi açılır da belə deyək. Boş sənədi. Yeni qulaq asın yoldaşlar. Burada bəzi məqamlar var ki, onları mən bildirməliyəm. Bunu biraz belə açım. Pəncərənin yuxarı hissəsi sayılır, bura title var. Title var, title var da belə deyək. Yəni başlıq sətri. Başlıq. Bəli, başlıq sətri. Başlıq sətrinə yoldaşlar, solda yerləşir, bu hissə sayılır. Quick Access Toolbar ingiliscəsində. Burada da yazılıb. Kənarına vuranda yazılıb. Yəni sürətli müraciət paneli, cəld müraciət paneli. Niyə bura sürətli müraciət edirik? Çünki məsələn mən yazı yazıram, save-ə vururam, tez save edirəm da klaviaturada bir də kontrolun S vurmuram. Və ya burada vurub məsələn yeni sənəd aça bilərəm. Və ya burada vurub open, xarici yaddaşda olan sənədə daxil ola bilərəm. Yəni qısacası işimizi asanlaşdırır. Ona görə burası sürətli müraciət paneli deyirik. Burada yerləşən əmrlər var, komandalar. Bunlar hamısı yoldaşlar. Bu menülər üzərində olan komandalardır. Bu tablar üzərində. Və də biz bunları ribbonlar deyirik də, lent tabları. Bunların üzərində olan komandalardır ki, burada yerləşə bilər. Və ya fayl menüsündə olan. Məsələn, save əmri burada var, fayl menüsündə. Həm də burada yerləşir. Aydın oldu. Burada əlavə komandalar gətirə bilərsiniz. Burada bir say məhdudiyyəti yoxdur. Ki, nə qədər komanda ola bilər. Onun üçün bir say məhdudiyyəti yoxdur. Daxil oluram. İndi qabağında işarəsi olanlar burada görsənənlərdir. Olmayanlar görsənmir. İndi üzərinə vursam, təbii ki, əlavə olaraq nələrsə gəlir. Və ya more commands eləyirəm aşağıda. More commands deyəm daha çox komanda. İndi istənilən birini seçirəm. Burada solda. Add eləyirəm, sağa düşür. OK vursam. Baxın, gəldi. Əslində bu align left əmri deyə burada da var. Bax, soldan düzləndirim. Eyni şeydir yoldaşlar. Eyni adlı komandadır. Eyni adlı nə deməkdir? Yəni bu da align leftdir, bu da align left. Yəni belə sıra ki, lent tabları üzərində olan əmrləri buraya yerləşdirə bilərsiniz. İndi more commands eləyib istəmirsinizsə remove, yəni çıxarda bilirəm. Və təbii ki, OK vursaq, buradan gedir. Ya da ki, burada olanların üzərinə işarəsini vursaq gedir. Təbii ki, sizdən asılıdır. Hansısa bir formada tənzimləmə apara bilərsiniz. Bu belə. Sonra burada nə var başqa? Bu cəld müraciət panelinə həm də burada show below the ribbon var. Ribbondan aşağıda göstər. Ribbon nə deyirlər? Ribbon bunlardır. Home, insert, draw, design, layout, references, mailings, review, view, help. Yəni bunlar ribbonlar sayılır. Ribbon yəni lent tabları, lent başlıqları. Bunlara lent başlıqları və ya lent tabları deyirik. İndi mən show below the ribbon vururam. Fikir verin. Yuxarıda digərli aşağı. İndi yenidən üzərinə vursam. Show above the ribbon. Qalxdı yuxarı. Aydın oldu. Bu qayıtdı. Gəldim mərkəzi hissəyə. Mərkəzdə nə yazılıb? Fikir verirsinizsə, sağda Word-ün adı yazılıb proqramın. Solda isə dokument 1 olaraq açılıb. Yadda saxlayın. Word-ü ilk dəfə açanda sənədin adı dokument 1 olur. Sonradan təbii ki, adını dəyişib adlandıra bilərsiniz. O başqa məsələ. Amma ilk dəfə açanda dokument 1 olur. Yadda saxlayın. Testin suallarından biri daha vacib məqamdır. Gəldim sağda nə var? Sign in, qeydiyyat. İndi yoldaşlar, buna vuranda Microsoft hesabına qeydiyyatdan keçmək olur. Düzdür, mən də keçməmişəm. Yəni, ehtiyac yoxdur təbii ki. Aydın oldu. İndi crack versiyadır, ona görə bu. Yəni, orijinal versiya deyil. Növbəti gəldim bura, Ribbon Display Options. Bura vururam. Bura vuranda 3 dənə komanda açılır. Auto Hide Ribbon. İndi bunu vururam. Ribbonu gizlətdir. Lent tabları yoxdur heç biri. Növbəti Show Tabs. Show Tabs. Tabları göstərdim. Amma içindəki komandalar yoxdur. Və növbəti bir dənə də vuranda Show Tabs and Commands. Tabları və komandaları göstər. Aydındır. Yəni burada 3 dənə əməliyyat var da. Hər birini icra elədik. Sonra nə gəlir burada? Minimize. Minimize nədir? Pəncərəni minimallaşdırır. Yəni task var ayırır.
Və də aşağı hissədə task var sayılır. Oraya var. Tapşırıqlar paneli. Növbəti yoldaşlar, bura maximize'dır. Pəncərə maksimum böyüdür. Hətta bunu biz baba ikinciyə vuranda bu birisinə. Bu birisinin adı birisi nədir? Restore down. Restore down yəni əvvəlki ölçüsünə bərpa et. Əvvəlki ölçüsünə qaytarır. Və close. Close nədir? Pəncərəni bağlamaq üçün istifadə olunur. Bunu vuranda pəncərəni bağladı. Pəncərəni bağlamaq üçün yadda saxlayın, klaviaturada deməli Alt F4-dən istifadə edə bilərsiniz. Yenə deyirəm, pəncərəni bağlamaq üçün Alt plus F4 aktiv pəncərələri bağlamaq üçün istifadə olunan bir kombinasiyadır. Vuran kimi deməli bağladı Word birbaşa. Aydın oldu. Bunu yadda saxlayaq. Dəqiqə. Onu silə açacağız. Görürdü. Allah sonra dəqiqə nəsə bu problem yarattı. Eyb yox. Davam eləyək təbii ki. Müəllim, Alt F4 nə iş görürdü? Bir dənə deyə bilərsiniz. Alt F4 aktiv pəncərəni bağlayır. Aktiv olan pəncərələri bağlamaq üçündür. Okay. Yaxşı olarsa davam edək. İndi mən Word pəncərəsi açıram bir dənə təbii ki. Hələ ki burada işlərimiz var. Rekordu açdınız müəllim? Rekord gedirəm. Neysə anidən oldu bilmirəm niyə. Stop Deməli- olabilir də ona görə. Davam edirik yəqin ki gedəcək burada. Növbəti yollarsa gəldim. Dedik bunlar lent tablarıdır. Home, insert, draw, design, layout, references və s. Hər lent tabının öz lent qrupları var. Lent qrupları burada clipboard, font, bu home tabına aid təbii ki. Paragraf, styles, editing. Məsələn, home tabında 5 dənə lent qrupu var. Və bir lent qrupunu digərindən fərqləndirmək üçün fikir verirsinizsə ortada nə gedir? Nazik xətt gedir, görürsünüz. Bu nazik xəttlər gedir ki, bunları görə fərqləndirə bilərsiniz. Aydın oldu. Xəttlərə görə fərqləndirmək olar. Çünki o da bir vacib məsələdir. Məsələn, deyə bilər ki, home tabında paragraf lent qrupuna aid olmayan bir əməliyyatı seç. Məsələn, şriftin ölçüsü. Font qrupundadır. Paragrafda deyil axı. Bildiniz. Özü var ha, belə suallar. Belə suallar var. Sonra məsələn, insert tabına aid olan lent qrupları. Məsələn, nə var? Page, tables, illustration, add-ins, media, links, comments, header, footer, text, symbols. Bura daha çoxdur. Və düzdür, biz bunların hamısını izah edəcəyik da, işimiz yoxdur burada. İndi bu qaydada. Yəni, bunu belə görə bilərsiniz. Aydın oldu. Onlar lent qrupları. İndi təbii ki, lent qruplarının içindəkilər nə olacaq? Komandalar, yəni əmirlər. Sonra yoldaşlar, burada xəttkeşlər var. Fikir verirsinizsə, biri budur. Biri də budur. Xəttkeş, yəni bunlar da. Xəttkeşlər də müəyyən bir rol oynayır yazılarda. Hansı ki, məsələn, yazıram tutaq ki, informatika. Yine mən istəyirəm ki, informatika yazısını biraz çox kənar yazılıb da uyğunlaşdırın. Məsələn, xəttkeşdən tutub sola doğru və ya yuxarıya doğru sürükləyə bilərsiniz. Aydın oldu. Yəni, özünüz tənzimləmə apara bilirsiniz. Xəttkeşin müsbət tərəfləri çoxdur. İndi istifadə edənlər bilərlər. Ola bilər ki, yəqin ki, kimlərsə deyəcək ki, müəllim, məndə xəttkeş yoxdur. Əslində var. O sadəcə gizlədilə bilər. Onu hardan aktiv edə bilərsiniz? View lent tabında, view nə deməkdir? Görünüş. Burada show qrupunda ruler var. Bunun qabağında işarə varsa, deməli, burada görünür. Əgər yoxdursa, deməli, xəttkeş gizlənib. Aydın oldu. Bura vurub götürə bilərsiniz. Kimlərdə gəl ekrana görünmürsə. Belə. Sonra davam edək. Növbəti. Təbii ki, bu hissə nə sayılır? Bu hissə bizdə sayılır işçi sahə. Niyə işçi sahə sayılır? Çünki biz burada işləyirik, yoldaşlar. Biz burada yazı yazırıq. Burada nə bilim redaktə işi görürük və s. Özdə yazını hardan yaza bilərik? Kursorun mövqeyindən yaza bilərsiniz. Aydın oldu. Kursorun mövqeyi nə demək? Yəni, kursor harada yanıb sönürsə, ancaq oradan yaza bilərsiniz yazını. Bildiniz? Kənar yerdə mümkün deyil yazı yazasınız. İndi bu mənim əllə yazdığım, qələmlə yazdığım o heç. Amma ümumiyyətlə Word-də sənəd yazı yazanda kursor harada yanıb sönürsə, ancaq oradan başlayıb yaza bilərsiniz.
Kursorun mövqeyinə görə təyin olunur. Kursor nədir? Ekranda yanıb sönən işarədir, xəttdir. Aydın Bir oldu. dənə soru soruşacağam, amma çox absurd ola bilər. Aha, mövzu ilə Ərəblər bağlısa buyur. ərəblər soldan sağa yazır da. Onlar yazanda bəs necə yazırlar belə soruşmaq çıxmaz. Sağdan sola ola bilər, soldan sağa yox. Daha doğrusu sağdan sola. Sağ, onu bilmirəm. Yəni onu araşdırar. Mən də baxaram belə şey. Süni intellekti yazaram, gör niyə elədir. Mən də Tamam. bilmirəm, heç araşdırmamışam indiyə qədər. Elə sağdan sola yazılır Ayravan. Məncə elə yazılır. Ya da sağdan sola, soldan sağa onsuz da biz yazırıq da. Bizim yaz. Kompüterdə də elə yazılır. Yox məncə. Ərəb dilində axı elə yazılmır sözlər. Ya da bəlkə bunlar belə eləyirlər. Düzə onlarda avtomatikdir. Yəni biz solda yazıb bunu sağa keçirə bilərik. Elə bir şeylər mümkündür. Bu da right var da, align right. Amma ta onlarda emailini həmişə elə yazılıb deyə. Məsələn İranlılarda da elədir. Mən görmüşəm WhatsApp-da. Prosto ya bilmirəm o avtomatikdirmi ya nədirsə onlarda yəni birbaşa sağda yazırlar. Nə bilim. Ola bilər. Belə. O amma səbəbini bilmirəm. Əsaslı səbəbini onu yalan deyirəm. Amma yazıları özümüz düzələndirə bilərik. Bu mümkündür təbii ki. Burada əməliyyatlar olur onun üçün. Növbəti nə var yoldaşlar başqa burada? Xətt keşləri işsiz sahə dedik. Biz burada Word-ü tam sıfırdan izah edirik ya. Yəni ona görə hər o yerlərə toxunuruq, vacib olan məqamları deyirik. Növbəti burada sağda sağda yaxşı olmaz. Burada bir üst buzaq işarəsi var. Görürsünüz sağda. Deməli yoldaşlar bu nə işə yarayır? Onu üzərinə vururam ümumiyyətlə. Bax collapse dediyi bu. Üzərinə gəlirəm daha doğrusu. Üzərinə gəlinə belə yazılır. Klaviaturası da nə yazılır? Ctrl plus F1. Bax buna vuranda fikir verin o komandaları gizlətdi elə bil ki. İndi hər hansısa lent tabın üzərinə vuranda bir dəfə açılır. Amma məsələn kənarda vursam yenə gizlənir. Bunu gələ bura nə edirsiniz? Sağda bir dənə baxın həmin yerə. Nə işarəsinə oxşuyur? Pin the ribbon. Pin nə deməkdir? Yəni pinlə. Belə deyək də, sancaqla. İndi buna vuranda artıq bunu bura sancaqlayır. Bu komandaları, əmrləri. Bildiniz? Baba belə. Sonra növbəti burada nə var başqa? Burada biz bunu biraz pəncərəni biraz kiçildim deyəcəm deyə. Bax burada yoldaşlar üfüqi zolaq var. Üfüqi hərəkət zolağı. Bir də daha doğrusu üzr istəyirəm, şaquli hərəkət zolağı var. Bir də üfüqi hərəkət zolağı var. Aydın oldu. Sola sağa gedən. Yuxarı aşağı gedən isə şaquli belə deyək ki, hərəkət zolağıdır. Bax bu qaydada bunları görə bilərsiniz. Sonra bunun pəncərənin ölçüsünü biraz böyüdək və gəldim aşağı vəziyyət sətri sayılır. Bax bu isə sayılır vəziyyət sətri. Vəziyyət sətrinə nə görə bilərsiniz yoldaşlar? Solda səhifələrin sayını görə bilərik. İndi burada düz əlavə bir komanda var. Onu elə ki mən yığışdırım. Digərini yığışdırım. Standart bunlar olur da adətən. Solda nə görə bilərsiniz? Səhifə sayını görə bilərik. İndi 1 of 1 o deməkdir ki, sənədimiz ümumi bir səhifədən ibarətdir və biz birinci səhifədəyik. Aydın oldu. İndi təbii ki, daha çox olsa daha çox fərqini görəcəksiniz. Birazdan dolu sənəd üzərində görərsiniz. Sonra 0 verse yazıb. Üçüncü söz sayı yoxdur bu dəqiqə. Amma istəyirsiniz bir dənə söz yazıb. Orada fərqini görə bilərsiniz. Mesela info yazdım. Aşağıda bir word yazdım. Aydın oldu. Bu belə. Növbəti yoldaşlar. Burada nə var? Burada belə bir işarə var. Bu komanda. Bu nə üçündür? Bilirsiniz. Bunu vuranda şey gəlir. Spelling grammar, orfoqrafik qrammatik səhvlər. Hansı ki Word-də yazı yazanın altından qırmızı dalğalı xətt keçirir. Nə vaxtsa rast gələrsə sevinç. Bu onları görə bilərik. İndi düzdür, bizdə bu sənəd dolu deyil deyə görə bilmirik. Bu dəqiqə yoxdur elə bir söz, ifadə. Mən sizə dolu bir sənəd açacağam. Gəlin bir dənə dolu sənəd açacağım. Bunu bağlayaq, dolu sənəd üzərində daha yaxşı görə bilərik. Dolu bir sənədimiz var ki, orada daha yaxşı görə bilərik bunları. Gəlin vuraq belə bunu. Vururam. Bacaldı, fikir versiniz. Bax, adi sözünə altına qırmızı dalğa verir. Özü yoldaşlar, bunun dilinə baxın burada aşağıda. İngilis dili göstərib. Mən amma başqa bir sözlərin üzərinə gəlsəm, Azərbaycan dilinə keçdim. Bax, burada müxtəlif sözün üzərinə gəldim. Dil dəyişdi. Deməli, belə olan halda İngilis dili göstərir. Altına qırmızı dalğalı xətt olanda. Deməli, dilə görə tənzimlənir.
Bildiniz. Bunları ləğv eləmək olar əslində. Burada şey var da, elə bil ki, e, ignore once. Tək-tək eləyə bilərsiniz. Tək-tək eləmək olar, hətta option da eləmək olur. Yəni, vuran kimi birbaşa dəyişdi. Aydın oldu. Orada var idi, tənzimləmək olur, mümkündür. Yəni, dil buna görə tənzimlərdir. Yazının dilidir, elə bil ki, bildiniz necə? Bəli, Ctrl-A eləyib dili də düzəlir. Bəli, o da mümkündür. Ctrl-A eləyib dili dəyişə bilərsiniz. Dilin üzərinə vuranda gəlir onsuz. Burada dil seçiminə, dillər var da, elə bil ki, Azərbaycan, İngilis, Rus. Dili dəyişəndə tənzimlənir, mümkündür. Sonra gəldim sağ küncdə. Burada sənədin görünüş seçimləri var. Read mode, print layout, web layout. İndi əslində 3 dənə deyil ha. Əslində 5 dənədir. Bunları harada görə bilərik əsaslı? View tabında. View nə deməkdir? Görünüş. Və burada views qrupunda read mode, print layout, web layout, outline, draft. 5 dənə görünüş rejimi var Word-ün. Aydın oldu. Bir də yoldaşlar, burada sənədin miqyası var. Sənədin miqyası minimum 10%'dir. Maksimum 500%'dir. Aydın oldu. Minimum 10, maksimum 500. Default vəziyyətdə isə 100'dür. Default nə deməkdir? Yəni standart Word asana 100% olur. Aydın oldu. Bunlar da bu qaydada görə bilərik. Bir dənə nəyimiz qaldı bizim? Klaviatura düymələri. Onlar da deyib yekunlaşdıracaq. Onları təbii ki, praktiki göstərməyə çalışacaq. Bir də nəyə deyəcəyim mən sizə? Burada deməli yoldaşlar. Burada deməli. Mən lent tablarda deyə biz home, insert, draw, design, layout, references, mailings. Bu lent tabları iki yerə bölünür. Əsas və alət tabları. Əsas tablar elə burada olanlardır demək olar ki, indi əlavələr də var. Alət tabları nə zaman gəlir? Məsələn, mən tutaq ki, bir dənə cədvəl əlavə edirəm sənədimə. Fikir verin, sağda 2 dənə lent tabı aktivləşir. Design və layout. Aydındır. Yəni, bunlar nə zaman aktivləşir? Bunlar cədvələ görə aktivləşir. Normalda heç bunlar yox idi. Bu cədvəli vuranda gəldi. Aydın oldu. Məsəl üçün. Və ya məsəl üçün bir fiqur gətirmək istəyirəm. Shapes. İndi format asıldı. Fikir verdiniz. Yəni, alət tabları sonradan gəlir. Nəyisə sənədimizə əlavə eləyəndə gəlir. Hansısa bir hissələri. Aydın oldu yoldaşlar. Yadda saxlayın bunu. Bu da belə. Qaldı klaviatura düymələri. Hansı ki, deməli, klaviatura düymələri haqqında mən sizə indi məlumat verəcəm. Kitabımızda da var burada. 7.4 başlığına gəldik artıq. Klaviatura düymələrindən əvvəl yoldaşlar, klaviaturanın dilini də dəyişmək lazımdır. Yazı yazmaq üçün. Bunun üçün Alt Shift-dən istifadə eləmək olar və ya Windows probeldən istifadə eləmək olar. Onu yəqin ki, çoxunuz bilmirdiniz. Yadda saxlayın, Windows düyməsi ilə, Win düyməsi ilə space var, probel. Bu da dili dəyişir. Bu da klaviatura dilini dəyişir. Bir də yoldaşlar, klaviatura biz gətirmək üçün ekran klaviaturasında on-screen keyboard var. On-screen keyboard. Bundan, məsələn, Win düyməsi budur, bax. Win düyməsindən space. Aydın oldu. Dil dəyişir. Bu qaydada. İndi gəlin, ekran klaviaturası qalsın. Biz artıq başlayaq müəyyən nələrsə deməyə. Gəldik burada nəyə? Backspace düyməsi, delete düymələri var. Düzdür, bunlar hardware mövzusunda da var idi. Mən orada düymələrlə bağlı çox geniş danışmamışdım. Niyə? Çünki indi məlumat veriyor ona görə. Bizə bu mövzuda lazımdır əsas. Deməli, yazıram informatika. Dəqiqə, bunları yazıram informatika. Dərsləri. Deməli, yoldaşlar, bunu seçirəm. Biraz ölçünü böyüdək. Daha yaxşı görə bilərsiniz. Kursor D-nin yanında aktivdir. D-nin əvvəlində. Yanıb sönür, yəqin görürsünüz. Backspace budur. Ekran klaviaturasını göstərirəm. Bu X olandır. Vururam, görək nə olacaq. Bir neçə dəfə vururam da ardıcıl. Fikir versiyası sola silir.
Ancaq sola aparır. İndi dayanıram. İndi delete vururam. Del. İndi fikir versə sağa silir. Görürsünüz. Aydın oldu. İndi sağa silir. Deməli backspace kursordan soldakı simvolu silir. Delete kursordan sağdakı simvolu silir. Aydın oldu. Bu qaydada bizə vacib olan məqamlardan suallar var. İndi burada nə sual deyə bilərik biz? Tutaq ki, deyirəm ki, indi buna bağlı testdə sual göstərəcəm sizə. Tutaq ki, deyirəm ki, yoldaşlar. Deyirəm ki, aşağıda bir şey yazıram, yuxarıda bir şərt yazıram. Deyirəm ki, kursorun olduğu mövqedə olduğu mövqedə 4 dəfə backspace və 4 dəfə delete etsək hansı ifadə qalar? Sual budur. İndi mən kursoru dayandırıram. A'nın yanında. İndi sual nə idi? Mən dedim ki 4 dəfə kursor burada deyil, burada da bax burada. A'nın yanında yanıb sönür. İndi mən xətt kimi seçdim yoldaşlar. 4 dəfə backspace, 4 dəfə delete. İndi birinci bunu icra edək. Backspace. 4 dəfə backspace vuranda A gedir, K gedir, I gedir, T gedir. 4 dəfə delete vuranda qulaq asın, kursordan sağa aparıram. Boşluğu silir, D'nı silir, Ə'ni, R'nı. Onda qaldı informa siləri. Belə bir ifadə qalır. İnforma siləri. Aydın oldu. Təbii ki, bunları birləşdirirsiniz elə bir ki, axırda. İndi gəlin bir də praktik icra eləyək. 4 dəfə backspace. 1, 2, 3, 4. 4 dəfə delete. 1, 2, 3, 4. İnforma siləri dediyimiz kimi. Aydın oldu. Kursordan sola gedirsiniz ya da kursordan sağa gedirsiniz. Konkret olarak. Böyle bir suallar var və testimizdə də var. Belə bir suallar düşür yəni qəbula. Bu backspace'den delete oldu. İndi mən Ctrl Z eləyim. Burada başqa bir şeylər də var. Backspace'den delete ilə bağlı. Bizə deyir ki, yoldaşlar, Ctrl backspace, Ctrl delete var. Bunlar nə üçündür? Kursordan sözün əvvəlinə dək, kursordan sözün sonuna dək. Yəni kursoru istənilən yerdə dayandırıram. Məsələn, A ilə T arasındadır. Əgər mən Ctrl backspace vursam, Ctrl backspace sözün əvvəlinə qədər sildim. İndi Ctrl Z eləyək. İndi Ctrl delete vururam. Sözün sonuna qədər sildim. Yəni kursorun olduğu sözün, ha. Ya bu çox vacib məsələdir. Kursorun olduğu sözün. Aydın oldu. Ya bu şeylərə diqqətli olmaq lazımdır. Sonra yoldaşlar, burada bu sonuncu əməliyyatı, axırıncı yerinə yetirilmiş əməliyyatı ləğv etmək üçün Ctrl Z var, Alt backspace, bir də bu işarədən istifadə edə bilərik. Bu nəyi bildirir? De burada da var. Bax, mən məsələn gəlin vuraq görə nə olacaq? De burada Ctrl Z. Şeyə baxın burada, düzəlt müraciət panelinə. Tikanı qaytardı, gördünüz. İndi bu birisini vursam, Redo, Ctrl Y. Bu ləğv olunmuşu geriyə qaytardı. Bax, bunu vururam. Şey verdiniz. Ctrl Y. Ctrl Z undo'dur. Undo yazılıb. Ctrl Z. Axırıncı əməliyyatı ləğv edir. Ctrl Y ləğv olunmuşu geri qaytardı. Bax, Ctrl Y-də burada var deyənə. Ləğv olunmuş əməliyyatı geri qaytarmaq. Ctrl Y F4 düyməsi və ya bu işarədən istifadə edə bilərik. Aydın oldu. Yəni burada yollar var. Hansı ki bu yollardan istifadə edə bilərsiniz. Tamam var. Növbəti gəldik bunlara. Burada biraz işlərimiz çoxdur. Bunların hamısını mən bir-bir sizə izah eləməyə çalışacağım. Təbii ki. Deməli yoldaşlar, bir dənə normal bir abzasa gələk. Çünki elə olsa daha yaxşı olar düşünürəm. Aradakı məsafələri silək.
Kursor dayandırıram burada bir yerde. Bunu gətirək ekran klaviaturasını. Bak kursor buradadır. P ile Ü'nün arasında. İndi mən ox işarəsi var da burada aşağıda. Görürsünüz ox işarələrini. Bir simvol sola gedirəm. Ya vururam bir simvol sola gedir. Fikir verdiniz. Yenə vururam. Bir simvol sola gedir. Bu birisini vuranda bir simvol sağa gedir. Sağ ox işarəsi. İndi bunları vuranda yuxarı aşağı ox işarələri. Bir sətir aşağı gedir. Veya bir sətir yuxarı qalxır. Sətir. İndi yoldaşlar bunları bir də kontrolla icra eləmək var. Məsələn normalda sola ox işarəsi bir dənə hərf keçir də, düzdürmü? İndi kontrolla bunu bircə vuranda artıq bir söz olaraq keçid eləyəcək. Yəni bir söz sola veya bir söz sağa. Bir söz sola, kontrol sola, bir söz sola. Kontrol sağa, bir söz sağa. Aydın oldu. Yəni normalda ox işarəsi tək bir dənə hərf keçirsə, kontrol elə bir ki, bunu bir sizə eləyir. Mən sizə lor dillə izah edeyim də. Kontrol bunun vəzifəsini böyüdür. Normalda bir dənə hərf keçmirdi. Kontrolla vuranda bir söz keçir də. Söz də hərflərdən ibarətdir yoldaşlar. Hərfin böyüdülmüş versiyasıdır elə bir ki, söz. Aydın oldu. Yəni bunu kör-körənə əzbərləməyin də, bunun mahiyyətini başa düşün. Bildiniz? Məsələn, normalda ox işarəsi aşağı vuranda nə olurdu? Bir sətir aşağı düşür. İndi mən əgər kontrolla vururamsa, sətir birləşəndə nə yaradır? Abzas. Onda bir abzas aşağı düşür. Kontrol aşağı. Veya kontrol yuxarı, bir abzas yuxarı qalxır. Bir abzas aşağı, bir abzas yuxarı. Bu qayda hərəkət edir. Aydın oldu. Kontrol bəli, vəzifəni böyüdür. Belə yadda saxlayın. Kontrol vəzifəsini böyüdür. Aydın oldu. Vəzifəsini böyüdür. Konkret. Yaxşı, bunlar belə. Sonra nə qaldı? Kontrollar olanlar dedik. Gəldik home end düymələri. Yadınızda hardware mövzusunda var idi. İndi yoldaşlar, home düyməsini vururam. Sətirin əvvəlinə gedir. End düyməsi sətirin sonuna gedir. Aydındır. Home sətirin əvvəli, end sətirin sonu. Amma kontrolla bircə vursam, kontrolla. Control home sənədin əvvəli, control end sənədin sonu. Sənəd ha, bütöv sənəd, ümumi. Word sənəd, hamısı bir yerdən. Aydın oldu. Sənədin əvvəli veya sənədin sonu. Sonra nə qaldı? Page up, page down düymələri. Page up ekran qədər yuxarı gedir. Page down ekran qədər aşağı. Ekran qədər bir siz nəyə təsir edir? Zoom'a, miqyas. Əgər mən miqyas kiçiltsəm yoldaşlar, daha çox fərqi görəcəksiniz. Bildiniz? Yəni görüntü qədərdir, ekranın görüntüsünə qədərdir. Burada zoom'un önəmi var. Burada miqyasın önəmi var. Miqyasın böyüdüb kiçildilməsində. Ekran yəni görüntü qədər. Amma məsəl üçün kontrolla icra eləsəm yenə kontrolla. Control page up, control page down, bir səhifə aşağı və növbət səhifəyə düşdü. Control page up, bir səhifə yuxarı. Fikir versinizsə, ekran görüntüsündən bir səhifəyə qalxdı. Haradasa böyüdü də vəzifəsi artdı yenə. Bunun nəyin hesabınadır? Kontrolun hesabınadır yoldaşlar. Bunların hamısını dedik. Bunların hamısını dedik. Bir dənə nə qaldı burada? Shift F5. Shift F5 biraz fərqli bir belə deyək ki, izahatdır ki, onu indi ayrıca izah edəcəm sizə. Aydındır. Shift F5 sənəndə sonuncu redaktə olunmuş yeri keçid edir. Məsələn, gəlin vuraq görək nə olacaq həqiqətən. Shift F5'i vururam. Düşdü növbət səhifədə kursor yanım sönməyə. O bilsiz niyə elə oldu? Çünki mən ən sonuncu dəfə Control Page Down vurdum. Bildiniz. Control Page Down elə bir ki, sonuncu redaktə olunma o demək ki, yoldaşlar. Yəni onu vuranda aşağı düşürək bir səhifə. O demək, yəni proqram özü avtomatik başa düşür ki, çox güman ki, bunun burada işi var imiş. Bildiniz. Yəni proqram özü başa düşürdü elə bir ki, sən sonuncu burada olmuşsan, buradan hər hansısa bir əməliyyat yerinə yetirmirsən. Bu belə. Shift F5 yəni sonuncu dəfə olduğumuz yeri göstərir. Bəli, sonuncu dəfə o redaktə olunmuş, hansı ki, kursorun getdiyi yeri göstərir. İndi qulaq asın, Shift F5'dən başqa, bu istəyən görürsünüz.
Bu hissədə bir dənə də aşağıda var. Bu ümumiyyətlə bu yekə cədvəldən biri də buradadır. Amma indi bir dənə baxın. Amma bu hissəsi. Bax, qırmızı qələmdən qeyd elədim. İndi burada maraqlı bir məqam. Siz bu cədvəli öyrənməsəniz olar hardasa, əzbərsi olaraq. Niyə? İndi deyəcəm niyəsini sizə. Çünki mən bunu, siz bunu öyrənsəz, bir dənə bunu öyrənsəz, bəs eləyir. İndi niyəsini deyəcəm sizə. Çünki yoldaşlar, eyni komandalar burada da var. Fərq bir dənə nədir? Shift sözlərdə fərq bir dənə. Başqa bir fərqi var ki, bəyəm? Müəllim deyə bilərik shift bərabərdir kontrola. Yox, indi qulaq asın, elə deyil. Deməli, bir dənə shiftə görə, burada yanaşma var. O yanaşma nədir? Bizim bayaq gördüyümüz işlər hərəkət eləyirdik. Hərəkət nə deməkdir? Məsələn, bir simvol sola keçsik. Yəni, bunlar keçidlərdir. Keçidlər. Hərəkət. Keçid elədik. Amma shift varsa, bunlar nədir? Seçim. Seçmək başqadır, yoldaşlar. Keçmək başqadır. Seçmək o deməkdir ki, mən bir dənə hərfi seçsim. Aydın oldu. Keçmək o deməkdir ki, mən bir dənə sola keçsim. Bildiniz nə demək istəyirəm? Deməli, shift varsa, orada nə oldu? Seçim. Deməli, bu cədvəli öyrənməsəniz onlarda. Bir dənə birinci shift varsa seçim var. Elə bu cədvəlin üzərindən. Bu cədvəldə klaviatura düymələrin qabağına bir dənə shift atsaz, deməli orada seçim var. Qısa konkret. Aydın oldu. Görürsünüz, bu qədər klaviatura düymələri var. Bunlara kənardan baxanda kör-körane, çətin görsənir. Amma belə izah olunanda daha yaxşı görsənir. Yəni, yadda qalan versiyada olur. Aydın oldu. Amma bir dənə bunlara aid da shift. Biz məsələn shift F5-i görüb deyə bilmərik ki, o seçim yaradır. Shift F5 sənədə sonuncu redaktör olmuş yerə getdi. Bir dənə bunlara aid. Bunlar da yadda saxlamaq çətin deyil. Ox işarələri, belə yadda saxlayın. Ox işarələri, yəni aid olanlar da. Ox işarələri. Sonra home, end, page up, page down. Başqa bir dənə var. Page up, page down. Aydın oldu. Bunlara aiddir. O shift seçimləri. Shift seçim bunlara aid. Bildiniz? Belə. Düşünürəm ki, yadda qalan olacaq. İndi bildiniz keçmək nədir, seçmək nədir? Keçmək odur ki, sən hərəkət edirsən. Seçmək odur ki, nəyisə seçirsən. Yaxşı, bir dənə bunları da deyək. Gəldi yoldaşlar nəyə? Sözün, cümlənin, sətrin, abzasın və bütün sənədin seçilməsi. İndi qulaq asın. Mən hər hansısa burada yoldaşlar bir şey var. Burada bizim görəcəyimiz işlər mouse'la seçimlərdir. Artıq elə bir ki, mən sizə ekran klaviaturasını göstərə bilməyəcəm. Çünki bunlar mouse'un seçimlərdir. Mouse'un sol var, bir də sağ düyməsi var da bilirsiniz. Mouse'un sol düyməsini hər hansısa sözün üzərində bir dəfə vuranda nə baş verir? Sadəcə kursor aktivləşir. Sadəcə. Amma 2 dəfə ardıcıl vuranda sözü seçir. 3 dəfə vuranda abzas seçilir. Bildiniz? 2 dəfə vuranda söz, 3 dəfə abzas. 4 dəfə yoxdur. Sonra cümləni necə seçə bilərəm? Kontrol basılı saxlayıb, klaviaturada kontrol basılı saxlayıb, mouse'un sol düyməsini bir dəfə vurmaqla cümlə seçilə bilər. Kontrol sol düyməni bir dəfə. Sonra sətri necə seçə bilərik? Sətirdən solda buradır, bax, sol tərəf. Mouse'un sol düyməsini bir dəfə vursam sətir seçilir. 2 dəfə vursam abzas, 3 dəfə vursam bütöv sənəd seçilir. Bütün sənəd. Aydın oldu. Yenə deyirəm, sətirdən solda bir dəfə vuranda sətir seçilir. 2 dəfə abzas, 3 dəfə bütöv sənəd. Aydın oldu.
Yadda saxlayaq. 4 sənədi seçməyin yolu yoldaşlar. Bir də Ctrl Ad. Yəni çoxunuz bilərsiniz burada. Klaviaturada Ctrl-la A-nı bircə vursaq A hərfini. Yenə bütün sənədi seçilir. Oldu da, yəni bütün. Sonra bütün sənədi başqa necə seçə bilərik? Kursor əvvəldə olarsa, klaviaturada Ctrl Shift End düyməsini vurmaqla seçə bilərik. Aydın oldu. Amma kursor əvvəldə olarsa. Ctrl Shift End. Aydın oldu. Amma kursor yenə deyirəm ha, lap başlanğıcda olarsa. İndi lap sonda olanda nə olacaq onda? Ctrl Shift deməli Home. Bildiniz. Amma burada kursor sonda olarsa. Sonda, əvvəldə. Yəni kursordan asılıdır. Harda olmağı, necə tənzimləməyi kursora görə tənzimlənir. Aydın oldu. Sonra növbəti başqa necə seçə bilərik? Seçimlər var. Klaviaturada yoldaşlar F8-lə seçim edə bilərik. F8 düyməsi var ya, fonksiyonal. Ümumiyyətlə o düymələr var. F8 FN ilə işləyir. FN. F8-i bir dəfə vuranda heç nə olmur yoldaşlar. 2 dəfə vuranda söz seçir. 3 dəfə vuranda cümlə seçir. 4 dəfə vuranda abzas seçir. 5 dəfə vuranda bütün sənədi seçir. Aydın oldu. Bütün sənəd. Ay yenə deyirəm. F8-i 2 dəfə vuranda heç nə olmur. Yox, bir dəfə vuranda heç nə olmur. Üzr istəyirəm. Bir dəfə vuranda heç nə olmur. 2 dəfə vuranda söz seçir. Fikir verirsə, vəzifəsi böyüyür. Bir dənə baxın. 2 dəfə söz, 3 dəfə cümlə, böyüdü də. 4 dəfə abzas, biraz da böyüdü. 5 dəfə bütöv sənəd, lap böyüdü. Aydın oldu. Bu qaydada seçimlər var. F8-lə də. Bunlar da burada var diyorlarsa, elə onu da dedik. Burada yazılıb. Ctrl A-nı da dedik. Nə qaldı? Alt düyməsini seçin. Bir də bunlar. Sonra da yekunlaşır. Alt düyməsinin klaviaturadan basılı saxlayıram. A, T düyməsi var. Və sadəcə mouse'un sol düyməsini sürükləyirəm. Belə bir seçim yarada bilərik. Yəni deyəcəksiniz ki, bu nəyə lazımdır? Heç nə, mənasız bir şeydir. Qırmızı falan, rəng falan dəyişə bilərik. Altdan xətt çəkə bilərsiniz. Belə. Bəlkə də lazım ola bilər. İndi baxırdım. Bu qaydada. Bu necə elədik? Alt düyməsini basılı saxlayıb sürükləyirik sadəcə. Növbəti yoldaşlar, nə var burada? Seçilmiş abzasın bir mövqe aşağı və yuxarı yerinin dəyişdirilməsi. Bunun üçün Shift Alt aşağı və Shift Alt yuxarı. Qəbul sualda. Qəbula düşüb. 2024 qəbulunda var idi. İndi mən o abzası seçirəm. Düzdür. İndi Shift Alt aşağı ox işarəsini vursam, fikir versiniz növbəti abzasının yerini dəyişir. Bir dəfə də vururam. Növbəti abzasların yerini dəyişir. Amma indi Shift Alt yuxarı vururam. Fikir verin, qalxır yuxarı. Yəni abzasların yerini dəyişir də, qısacası belə deyək. Bu qaydada. Space yox. Yox, burada yalnız bunlar deyən əsas icra edəcəyimiz əməliyyatlar. Bu mətnlərin köçürülməsi, yer dəyişməsi yoldaşlar. Biz bunları növbət dərsdə deyəcəyik inşallah Homeland tabına görə. Bunlar elə ki qalır. Bir dənə siz 7.5-ə qədər oxuyacaqsınız. Aydın oldu. Bir dənə bu hissə qalmaq şərti ilə. 7.5-ə qədər oxuyacaqsınız. Qalanları inşallah gələn dəfə izah edəcəyik. Bugünkü dərsimiz bura qədər idi. İndi keçək əməliyyat sistemlərinin suallarına baxmağa. Yeni sualları yazın mesaj bölməsinə. Əməliyyat sistemi ilə bağlı. Test hələ ki yoxdur Word-la bağlı. Yazın görək əməliyyat sisteminin suallarını.
Müəllim, Vergül 7-ci atıb fəsli ardıcıl yazın yoldaşlar. Tək-tək yazmayın, yaxşı mı? müəllim, Hə. 7-ci fəsli bitirəndən sonra 6-ya keçid eləyəcəyik. Yox, o ailə gözləyirik. Dövlət İmtahan Mərkəzi məlumat verməlidir. Elə bir şey. Nəsə paylaşım eləməlidir ondan sonra. Hı -hı. O ailə vəziyyəti bilinmir. Narahat olmayın ha yoldaşlar, keçiləcək. O, yəni mövzuda nə fərq var ki? İndi keçməyə axırıncı mövzuda keçək. Onun heç bir fərqi yoxdur. Deməli gəldi əməliyyat sistemləri. Yazın görün sualları. Deməli. Yazın görək. Görün bunlar niyə deyiləm. Yaxşı, qulaq asın, orada əlavə etsin yazmayın. Altıncı sual. Bizə deyir ki, MS-DOS sistemində fail, və MS-DOS-da məhdudiyyət vardır. Failin adından 8 simvol ola bilər. İndi yoldaşlar 8 simvol ola bilərsə, Məlik Məmməd də. Məlik Məmməd 8-i 8 dəfə qatlayıb burada. Məlik Məmməd neçədir? 3, 6, 11 simvoldur. 8-i keçirdim. Ola bilməz axı. Suallar çox çıxdı deyəsən ortaya. 23-ə qədər yoxdur. 23. Kataloqun adının düzgün yazılışı MS-DOS. Kataloq nə deməkdir? Qovluq. Qovluğun uzantısı olmur. Bir də ki, basileş işarəsi ola bilməz. Qoşu nöqtə olmaz. Sual işarəsi olmaz. D-də, C-də düzdür, D niyə səhvdir? Çünki MS-DOS deyir, yenə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 8-i keçir. Nida işarəsi ola bilər ha failin adında. Aydın oldu. Bu birisi saysız ama 8'den olur. Nöqtə nə saysız orada? 8'den olur. Yirmi altını başqasına və izah eləmişdim həqiqətən də. Bunun ən asan yolu nədir yoldaşlar? Failin sonuna gəlir də. Faildən əvvəlki qovluğu nəzərə almırsınız. Fail əvvəl nəyin içindəymiş? JPEG-in. Əvvəlki nəzərə almırsınız. Bundan sonraçılara görə baxırsınız. Failin saxlandığı kataloq JPEG. Bunun tam adı deyəndə elə C diski, program JPEG, user, program JPEG. Y variant. Mən yenə deyirəm, faildən əvvəlki qovluğu nəzərə almırsınız və sonra da sualda nə deyirsə ona görə baxırsınız. Ya, bu sualların ən ideal yolu budur, həqiqətən də. 33 33, 35. Yenə failin adını düzgün yaz. MS-DOS. MS-DOS. Sual işarəsi ola bilməz. Ulduz ola bilməz. Null ola bilməz. Failin adında olmayan adlar vardı. Adda olmaz, genişlənmədə ola bilər. Elə C variantı doğrudur. Genişlənmədə ola bilər, adında ola bilməz. Birinci tərəfində. Müəllim, genişlənmə ilə uzantı eyni temada, düzdür? Eyni deyil, fərqlidir. Yox, nul indi uzantıdır, genişlənmədir. Burada uzantıdır, məntiq nöqtə nulla görə. Burada Bəs null yaxşı, adı idi. Docex var ya, Docex, o uzantıdır yoxsa O nədir? uzantıdır.
Məsələn, içində. uzantı ilə arasında nə fərq var onun genişlənmə? Nöqtə. Necə yəni nöqtə? Nə də bəzi adlardan başqa. Failin adına nə gəldi yaza bilərsiniz. Failin adının docx ola bilər də. Bildim. Docx.docx. Məsələn də genişlənmə ilə uzantının dediniz arasında fərq nöqtədir. Nöqtə nə temadır? Məsələn, məntiq nöqtə docx olsaydı onda o docx genişlənmə olacaqdı, yoxsa uzantı olacaqdı? Genişlənmə ilə uzantı eyni anlayışdır. O nə fərq var? Ha, Genişlənmə ilə uzantı deməkdir onsuz. mən başda onu dedim, dediniz yox ona görə. Mən elə bilən failin adıyla deyirsən. Mən elə Yo, başa yo, da onun verilmə Genişlənmə ilə uzantıdır da. Onun Ha, adları sür. çoxdur. Genişlənmə, uzantı, tip, format. Ha, Adlar sür. çox. Sür. Com 09 aralığında ola bilməz. Səhv. Nə də o adlar var, yoldaşlar. Onları öyrənmək lazımdır. Adlardır, simvollardır, failin adında olmayanlar. Bunları öyrənmək lazımdır bə. Com 09 aralığında ola bilməz. Elə komüs ola bilməz. O aralıqda yerləşir. 35. Katalog. Yenə qovluq. MS Software 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu ola bilməz. Burada bu fail deyil ha. Burada bu fail deyil. Sən katalog deyir burada. Qovluq de bu. Bunu yollaşlar. Biz bunu belə də yaza bilərik. Bax mən özüm də yaratmışam, baxın. Bu demək deyil ki, faildir. Siz buna fail deyə bilərsiniz. Qovluq de bu. Sarı papkadır. Amma adını belə qoymuşam. Sigma TX-i. Qoya bilərsiniz onun adını bəs. Saçdırıcıdır, bax görürsünüz. Belə tipli suallar saçdırıcı olur həmişə. Aydın oldu. Mənim orada maksimum 8 ola bilər. Bəli, MS DOS-a görə 8 Demək. ola bilərdi. Ona görə bu səhvdir. Orada mənim boşluq sayılır da yəqin. Təbii ki də. Boşluq yoxdur. Axı, ümumiyyətlə olsa sayılacaqdı. Yo, indi misal üçün Ha, olsa nöqtənin yerinə sayılacaq. boşluq olsaydı, ha. Mütləq. Hələ bir mütləq. fayl olsaydı bəs. Fayl olsaydı. Yox, nöqtədən katalog sonra deyirəm kimi burada. istəyirdi? Bildim. Katalog deyil. Fail olsa bu düz idi. MS olsa belə bir fail ola bilər. Çünki 5 simvol adındadır. 3 də genişlənməsində normaldır. Fayla görə doğru olacaqdı. Katalog dediyinə görə bu səhv oldu. Aydın oldu. Fayla görə doğru olacaqdı. Sonra Evet. slash işarələri var. Səhvdir. Saysa 8-i keçir. Səhvdir. Omega qoşa nöqtə var. Səhvdir. Qaldı C variantı. 8-i kəsə bilməz yoldaşlar. Məhdudiyyəti yadda saxlayın. Otuz beşdən sonra 41. 41-də görək nə verib bizə? Deməli oldu suallarını başa düşməmişsən, maskalarını. Qulaq asın. Bizə nə verib? Master 25 TX-i. 2.5 daha doğrusu. A variantına görə baxıram. M-dan əvvəl heç nə verməyib. Ulduz verib amma. Bu doğrudur. Ulduzun yerində boşluq da ola bilər. Ulduzun yerinə boş ola bilər. Amma sualın yerinə boş ola bilməz. Məsələn, ona görə C variantı səhv idi. Aydın oldu. Mən bir dənə sual verə bilərəm. Aha. Məsələn, C variantında başlanğıc sual yox, ulduzla başlasaydı əgər, o variant tamamilə doğru olacaqdı, düzdür? Təbii ki. Şey. İndi burada master ifadəsi yazıb var, görürsünüz. Burada 2-ni sual əvəz eləyir, 5-i də ulduz. Nöqtə TX-i də verib. Düz də variant. Ulduzun yerində heç nə olmaya da bilər yoldaşlar. Amma sualın yerində nəsə olmalıdır. Bəli, Aydın sualın oldu. yerinə mütləq ki, nəsə olmalıdır yəni. Bəli, sualın yerində nəsə olmalıdır. Ya da məsələn mənim sualların birində də var idi ki, 666 vermişdi, amma 666 sadəcə bir dənə 6-nı yerinə sual qoymuşdu, digərlərinə qoymamışdı. Bəli, indi baxacağıq onlara. %41-dən sonra bunu bildiniz yəqin ki. 44. Görə nə sualdır? Bu ümumiyyətlə burada elə suallar var ki, bundan əvvəlki mövzulara aiddir. Məsələn, Pascal idi, proqramlaşdırma dilidir. C-də var idi. Proqramda. C dilidir. Bu da proqramlaşdırma dilidir. Bass Basic'dir. Bu da proqramlaşdırma dilidir. Yəni 3, 4, 6, 3 dənə. Amma lib library, kitabxana.
Hətta OBC də kitabxanadır. RTV mətindir. Com şeydir, icra olunan fail. Müəllim, bunlar o cədvəldə var idi da. Hə. Bəli, əlbəttə. Göstərmiş. Bunlar hamısı bəli yoldaşlar, o cədvəldə var idi. O cədvəldə var idi. Davam eləyək. Deməli. Sonra nə qeyd olunur? 44-dən sonra 48. Deməli görə 48-dən sonra oldu. Aha, fikir versiz MS sos verib. MS sosda 8-3 məhdudiyyəti var. Adında, bax, uzantısında 3 dənədir. Doğrudur. Adında Y, A-nı verib, ulduz verib. Deməli, neçə dənə simvol ola bilər? 6. Niyə? 8-də tamamlanmalıdır, bəs yoldaşlar. İkisi var, ya, və 6-sı yoxdur axı. Bu 8 dənə olmalıdır, 8-i kəsə bilməz. Aydındır. Kırk səkizdən sonra 56. Tamam, değil. Hamı suallarını yazsın abi. Hamı suallarını yazsın. Deməli yoldaşlar 56-da 56-da failləri verib bizdə nə istəyir? Kitab 1 qovluğu. Kitab 1 istəyirsə, mən kitab 2 niyə saxlayayım ki burada? Hə yoldaşlar. Yəni mənasız deyilmi? Təbii ki mənasızdır. Yine qulaq asın. Biz demişik ki bir qovluğun içində eyni 2 dənə fail ola bilməz, eyni ad. Ay yoldaşlar, burada əlavə şeylər yazmayaq da zəhmət olmasın. Yəni onları bir dənə silək. Çünki mən görə bilmirəm sualları. Yaxşı mı? Şəxsi də bir-birinizə ürək atarsınız. Burada ama yox. Aha. Deməli, kitab 1 qovluqları var. Kitab 1 burada da var. Burada da var, burada da var. Eyni bir qovluğun içində 2 dənə eyni fail ola bilməz. Bir də yadda saxlayın. Failin qovluğun adında hərfin böyük kiçik olmasının önəmi yoxdur. Onda belə çıxır ki, bununla bu eyni fail sayılır. Hərfin böyük kiçik olmağının önəmi yoxdur. Onda kitab 1, ikisi də kitab 1'dir. Kitab 1 qovluğun içində 2 dənə eyni fail ola bilər? Yox. Deməli, birini silməlisiniz. Hansısa birini. Ha, aydındır. Mən Akt 3 dənə bir. yazmışdım. Akt 2. Aydın oldu. 2 dənə fail var. Ya, o yadınızdasa keçən dəfə göstərmişdim. Error verirdi proqram. Qəbul edə bilmir axı 2 dənə eyni adı uzantını. Sonra 65 68 ora qədər yox idi ki, görəsən. 65 istifadəçi interfeysi nə olacaq yoldaşlar? İstifadəçinin kompüterlə əlaqəsidir. Əgər A variantı yazmışsınızsa, bu proqram interfeysi idi. Səhv etmirəmsə. Ümumiyyətlə kitabda var idi, qaydada səhv eləmirəmsə. 68. Əməliyyat sistemin funksiyası deyil. Kompüterin işini idarə edir, bəli. İstifadəçilə əlaqə yaradır, bəli. Tətbiqi proqramların icrası, onların idarə olunması, aha. Böyük həcmli bu səhvdir. İnformasiya sistemləri harada yaradılırdı? İnstrumental proqramlarda. Şeydə bu case texnologiyası var idi, oydu. İnstrumental proqram. O da ki, əməliyyat sisteminə aid ola bilməz. Niyə? Çünki o ayrıca proqramdır. Y variantı doğrudur. Növbəti 68-dən sonra 69 da bayaq dediniz deyəsən. Kompüter əməliyyat sistemi ilə bircə yazılan proqramlar yoldaşlar. Standart proqramdır. Standart proqramda hansıdır burada? Paint. Qalanları standart deyil. Standart o deməkdir ki, yəni bu sistemin üzərinə gəlir. Amma standart olmayan o deməkdir ki, bu sonradan kompüterə biz bunu endiririk. Belə deyək ki, quraşdırır. Aydın oldu. Sonra
79. 79'a kadar varsa yazın ha. Doğru fikir. MS-DOS. Katalog adında ASCII kodlaşdırma sisteminin bütün simvolları. Səhvdir. Niyə? ASCII simvolları içərisində şu var. O sleşlər var idi də. Qoşu nöqtə, ulduz, sual. Bunlar ola bilməz ama failin adında. Katalog adında ümumiyyətlə. Katalog adında simvol sayına məhdudiyyət qoyulmur. Elə yenə səhvdir. Bir katalogda adı və genişlənməsi eyni olan iki fail saxlamaq olar. Bu da səhvdir. Bir qovluğun içində adı da həm də uzantısı eyni ola bilməz. Bayaq dediyi kitab bir qovluğuna görə. Katalogda adı eyni, genişlənməsi fərqli. Adı eyni, genişlənməsi fərqli nə deməkdir? Məsələn, info.docx, info.xlsx. Adları eynidir, info. Amma genişlənməsi fərqlidir. Biri Word-dür, biri Excel-dir. Ola bilər də bu. Bunu demişdik. Fərqli kataloqlarda adı eyni gəlirsə, saxlamaq olmaz yox, saxlanıla bilər. Bu da səhvdir. Doğru cavab D variantı. Həm 80-ə də bir də baxaq da orada. Bəli, baxıram, onun sonra da qeyd olunmuşsa, baxıram. 80-ci sual çox yaxşı sualdır. Yəqin ki, aynı C variantı arasında qalmışsınız. Hə. Çünki qalanların ismi olurdu rahat. B ilə Y rahat çıxır orada. Həm birinci. Elə D də, hamısı gedir. Bax, 6 dənə fail verib yuxarıda. Bunlardan 4'ü buradadır. Olmayanlar hansıdır bəs? Doordok, bir də msdos.dat. Bu 2 dənə fail var, plus qoyduğum. Bu ikisi aşağıda yoxdur. Amma qalan digər 4 dənə fail aşağıdadır. Yəni Fedor da aşağıdadır, MS-DOS da aşağıdadır, Radostock da, Rodostock ikisi. İndi bizə burada deyir ki, yoldaşlar, bunlardan, yəni bu 6 dənədən yalnız aşağıdakı faillər hansı maskaya əsasən seçilir? Bu yalnız aşağıdakı faillər nə deməkdir? Deməli, bu 2 dənəsini ödəməməlidir. Düzdür, onu burada yazmayayım. Amma mənası o deməkdir ki, yalnız aşağıdakıları ödəsin nə deməkdir? Yəni bu ikisini ödəməməlidir, yəni ödəməməlidir. Ödəməsin. Aydın oldu. İndi burada da biz buna görə baxmalıyıq. İndi məsələn, tutaq ki, aynən C-ni saxlayıram elə ki. B-də D-dən əvvəl sual verir. D-dən əvvəl məsələn F ilə E var, Fedora görə. 2 dənə simvoldur, bir dənə sual verir. Səhvdir. Do-dan sonra bir dənə sual, səhvdir. Çünki S-tı var, Rados'la görə. Y variantı səhvdir. Çünki D-dan sonra 2 dənə sual verib. Burada amma O, S-tı var. Ödəmir axı bu bunu. Aydın oldu. Ona görə bu da getdi. Qaldı aynən C variantı arasında. Aynən C arasına yoldaşlar fikir versə birinci tərəflər eynidir. Bir də hərf fərqi fərqlənir orada. D, O. Fərq ikinciyədir. İndi o da bilsin nəyə görədir? Bu mssos.dat var ya yuxarıda plus qoyduğum. O sizə bunu ödəyəcək. Yox. Niyə? Burada A hərfidir D-dan sonra. Burada nədir bəs? Burada A-dır. Burada O-dur. Deməli üstüdə C variantı. Niyə? Çünki bizə lazımdır ki, bu C variantı yuxarıdakı mssos.datı çıxartmasın ortaya. Bildiniz yoldaşlar. Bunu ortaya çıxartmasın. Aydın oldu. Ödəməsin. Bunun fərqi buydu. Ona görə doğru cavab C variantı. A variantını sildik. Bu yaxşı sual idi. Həqiqətən də. 95. Yəni yuxarıdaşlara əsasən aşağıdaşları tapmaq Bəli. üçün olan. Düzdür, bəli. Seçim edirik. Aydın oldu. Davam eləyək yoldaşlar. 95-ci sualda bir klasterdə neçə fail yerləşə bilər? Bir dənə. Kitabda var da bu qaydada. Bir klasterdə bir fail ola bilər. Yadda saxlayın. 98. Bay qulaq asın. Magister 2020. Bir düzdür. Niyə? Ulduz bir dənə magister ifadəsini əvəz edə bilər. Sonra 2. 2 səhvdir. Niyə? Magisterdən sonra 2 dənə sual verib. Amma halbuki burada 4 dənə olmalıydı. 2, 0, 2, 0.
Ümumiyyətlə ulduz varsa düzdür. Vəsyo. Heç baxmıram qalanına. Heç qalanına baxmıram. Ulduz varsa vəsyo. 6 da Orada düzdür. 5 də səhvdir də. 5 səhvdir, əmdən əvvəl sual verib. 4 də səhvdir. Niyə? Çünki 2, 0, 2. O birisi 0 var. Ha. Bunun yeri boşdur. Heç nə yoxdur axı. 4 də səhvdir. 6 düzdür. Niyə? Çünki ulduz var. Ulduz onsuz əvəz eləyəcək də. Heç bu 2 dənə suala baxmasanız da olar. Ulduz zaten əvəz eləyəcək deyə olasınız. Yo, orada limit şeye göre değil. MS-DOS əməliyyat sistemi dediğine göreydi. Şamile Hanım. O MS-DOS dediğine göreydi. Orada 6 tane idi bəli. Əməliyyat sisteminə görə fərq eləyir. Sonra 98 idi, 106. Başka sualları yazanlar yoktu iş orası için. Deyəsən tapşırığı yazmayanlar var. 106, 115, 116. Ha, gəldik bunlara. İndi qulaq asın. Yəqin ki, klaster məsələlərini tam tutuzdurmamışsınız. Failin tutumu 17 kilobayt. Klaster ise 4. Bayollarsa klaster 4. Fail 17'dir. Onda mənə bir dənə klaster lazımdır. Hətta biri də lazımdır. Niyə? 4, 4, 4. 3 tane 4 neçə eləyir? 12. Fail çatmıraq, yerləşmir. Onda mənə biri də lazımdır. Hətta mənə biri də lazımdır. Amma sonuncuda 16 elədi 4 tane 4'ün. Sonuncunun 1 kilobayt yeri lazımdır. Prost bir şey var. O sana 1 kilobayt vermir. O sana bütöv 4 kilobayt verir. Bildiniz? Yine 5 tane 4'ün 20 kilobayt. Bize ne deyir? Ama bize klaster sayını soruşur. Cavab 5 tane. Yani bunlar. Aydın oldu. 5 klaster. Kilobaytla soruşsaydı 20 götürəcəkdi cavabı. Adı tabii ki onsuz 20 kilobayt elirdi bu. Bəli. 17 ödəmədiyinə görə birini də əlavə elədi, amma 1 kilobayt lazım olduğuna görə. 1 kilobayt lazım ama sana 4 kilobaytlıq yer verir. Ha, bildim. Aydın oldu. O sana 4 kilobaytlıq yeri verir. Deyir, istəyirsən bunun içində 0.5 yerləşdir, özün bilərsən. O sana 4 kilobaytı yer açır. Qalanı deyir ki, özün bilərsən. Ha. Sonra 115, 116. Ha, bak kitapta vardı. Windows'a göre şeydi, 255 idi. MS-DOS-a göre 8'di. Əməliyyat sistemi veya proqram tərəfindən müvəqqəti yaradılan şeydə TMP-dir, olursa, temporary. Budur. Bu HTML-yə aiddir. İnternet sənədlərinin uzantısıdır. Fortran aiddir, proqramlaşdırmadır. Bu elektron postdur, bu da kitabxanadır. 115 dedik. Windows'da 255. 8 MS-DOS-a görə idi. Aydındır. 8 MS-DOS. %22. 122'den əvvəl vardı kimdəsə yoldaşlar. Çünki mən burada biraz əlavə şeylər var. Tuta bilmədim neysə. Ha, 122. Burada da. Bir katalogda. Bunlar əzbərlənmişsə ona görə başa düşmürsünüz bə. Adı və genişlənməsi eyni olan kifayət saxlamaq olar. Səhvdir. Adı və genişlənməsi nə deməkdir? Məsələn, kitab .docx. Elə ki, bundan bir dənə də var. Ola bilər sizcə? Ola bilməz. Niyə? Error verdi. Keçən dəfə dərsdə göstərdik. Müxtəlif kataloqlarda ola bilər. Amma eyni bir kataloqda ola bilməz. Bir kataloq daxilində diskin həcmini aşmamaq şərti ilə istənilən bu düzdür. Kataloq adının ASCII standartının bütün simvollarına yenə səhvdir.
Niyə? Slashlər var, qoşu nöqtə, sual, ulduz və s. Katalog adına simvol sayına məhdudiyyət qoyulmur. Bu da səhvdir. İkinciniz. Belə bayaq tutaldığını demək olar. Yenə bax 120. 124 elə indi dediyimiz kimi yoldaşlar. Adı və genişlənməsi eyni olan kifayət saxlanıla bilər, səhvdir. Fərqli qovluqlarda ola bilər. Qovluqda adı fərqli genişlənməsi eyni. Adı fərqli genişlənməsi eyni nə deməkdir? Məsələn, biri info.docx-i, biri də məsələn mouse.docx-i. Yəni, eyni faildə adları fərqli genişlənmələri eyni. Ola bilər. Fərqli qovluqlarda adı eyni, genişlənməsi fərqli saxlanıla bilməz, yox saxlanıla bilər. Qovluqda adı eyni, genişlənməsi fərqli olan. Bu da düzdür. Adı eyni, genişlənməsi fərqli nə deməkdir? Bayaq göstərdim mən. Infodoc. Tutaq, adları eyni deyirəm. Info.xlsx. Adları eynidir, amma genişlənmələr fərqlidir. Ola bilər. Cavab 2, 3, 5. Qaldı sonuncu hesablama soruları. Yəqin ki, onları yazmamışsam. 132, 133, 134. Kimdə sualı varsa yazsınlar yoldaşlar. 6 sektor. Bir sektor nə qədərdir? 512 byte. Düzdür. Onda 6 dənə 512 byte-ın eləyir 3072 byte. Aydın oldu. Bizdən nə istəyir? Kilobaytla. Buna kilobayt çevirsiniz 1024-ə bölürsünüz. Bu da eləyir 100 kilobayt. Bildiniz? 133, 34'ü. İndi hər ikisini deyəcəm yoldaşlar. Sadə mətn redaktoruna hazırlanmış 1024 byte həcmində olan fayl. Failin həcmi nə qədər oldu? 1024 byte. Düzdürmü? 1024 byte nə deməkdir yoldaşlar? 1 kilobayt deməkdir də. Siz bunu 1024'ə bölsəz 1 kilobayt. İndi bizə deyir ki, failin həcmi 1'dir. Düzdürmü? Bir klasterde 4 kilobayt. Ona bu fail diskdə nə qədər yer tuta bilər? Bax, klaster 4. Faildə 1'dir. O 1 yoldaşlar elə bunu tutuyor da bu 1 kilobayt buranı. Qalan bu 3 kilobayt var ha. Bura boşdur. Və siz o boş olan yeri yaza bilmirsiniz axı. Onda belə çıxır ki 1 kilobaytlıq yer 4 kilobaytlıq yeri tutuq biz. Aydın oldu. Yəni 1 kilobaytlıq failin həcmi 4 kilobaytlıq yeri tutdu diskdə. Mən buna 4 kilobayt yer ayırıram. Bu istəyir failin kilobayt həcmi 1 kilobayt olsun. İstəyir 2. Yəni 4'ü keçməmək şərti ilə 4 kilobaytı keçməmək şərti ilə. Yəni 4'ə qədər olan hər şeyi 4 kilobayt götürürsünüz elə. Bildiniz? Və. Gəldi 134. İndi qulaq asın. 4 kilobaytlıq klasterlərə bölünüb. Yenə klaster 4. Aydın oldu. Bizə deyir ki, sənəd 5120 simvoldan ibarətdir. 5120 simvol 5120 byte deməkdir. Əgər birinci bölmədən xəbəriniz var idisə. Niyə? Çünki burada birinci bölmənin önəmi var. Heç bir kodlaşdırma sistemi yoxdursa bir simvol bir byte. Aydın oldu. Heç bir kodlaşdırma sistemi yoxdur. Ona görə 5120 simvol 5120 byte deməkdir. Yeni yoldaşlar kilobaytla istəyirəm sonda 1024'ə bölürəm. Bu elədi 5 kilobayt. İndi failin həcmi nə qədər oldu? 5 kilobayt. İndi 5 kilobaytı fail neçə klasterə tutur? 4'ün tam tutur. Bu tərəfdə yenə 1'ini tutur. Amma mən buna 8 kilobaytı yer açıram. Özü bilər. Mən buna 8 kilobayt yer açıram. Tabi 5 tutur, 6 tutur. Onun bizim üçün yəni bir şey yoxdur da biliriz. Çünki 4'ün 1 tutur, 1'in də 1.
Aydın oldu yoldaşlar. 8 kilobaytlıq yer tutur. Belə. Başqa burada 134'ü dedik. Sonra bitti. Qeyd eləməmişsiniz. Mənim suallarım bitdi. Başqa sual olan var desin. Yaxşı.